Biraz da davam elədi, müşahidə apara-apara hərəkət davam edir. Bunlar bizə parol verdilər. Bizim parolu. Mən Məlikov Famil Alimoğlu, 1990-cı ildə Salyan rayonunda anadan olmuşam. Uşaq vaxtından hərbiyə həvəsim olub, ailədə dayım, bibim oğlanları hərbiçi olublar. Məndə də bu həvəs istək yaranıb. 2007-ci ildə 11-ci sinif bitirəndən sonra mən sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişəm və imtahanlardan keçib mən də həmin məktəbə qəbul olmuşam və 2011-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişəm. Ondan sonra xidmətimi təyinat üzrə Murov dağında yerləşən Ensaylı hərbi hissədə kəşfiyyat tam komandir kimi davam etdirmişəm. 2 il orada xidmətimi davam etdirdikdən sonra əlahiddə kəşfiyyat taboru, korpusun əlahiddə kəşfiyyat taborunda kəşfiyyat tam komandir olmuşam. Orada bir çox döyüş tapşırıqlarında iştirak etmişəm. 2014-cü ildə döyüş tapşırıqlarının birində yaralanmışam. Əvvəldən xidmətə başladığım ildən xüsusi təyinatlı qüvvələrə həvəsim olub və mən də seçimlərin birinə yazılmışam və xüsusi təyinatlı qüvvələrdə xidmətimə davam etdirmişəm. O döyüş tapşırığı dediniz, ondan müəyyən qədər danışmaq olar izləyicilərimizə. Bəli, 2014-cü ilin may ayının 29-unda mən xidmət yerimi dəyişərək, dediyim kimi, kəşfiyyat taboruna gəlmişəm. Kəşfiyyat taborunda əslində qalarsa, ora hazırlığıma görə məni seçib gətirmişdilər. Tez bir zamanda orada özümü göstərdim və məni 1 nömrəli qrup komandiri kimi döyüş tapşırığına cəlb etdilər. Qazax rayonunun Kəmərli kəndində, orada Ermənistan rayonunun, Ermənistan Respublikasının Berd rayonunun Dovix kəndi ilə sərhəd yanı kənddir. Həmin istiqamətdə snayper fəaliyyətinə cəlb elədilər. Biz həmin tapşırığa gələndə öz qrupumuzla gəlmişdi. Bizə aşağıdan məlumatlar verirlər ki, düşmən ən çox hərəkətdə olduğu istiqamətləri verirdilər. Biz də həmin postlarda gedib snayper fəaliyyəti icra etdik. Müəyyən müddət gəldik orada, müşahidələr apardıq, amma heç bir düşmən rastlaşmadı da bizi ilə. Onların da məlumatlar olmuşdu, yəni nə cürsə. Həmin istiqamətdə fəaliyyəti dayandırmışlar. Silahlı qüvvələr gündən 3 gün qalmışdı artıq. Bütün ordu üzrə ön xəttlərə gücləndirmə vermişlər. Düşmən də bundan aşkar idi. Biz digər postlarında müşahidə apardıq, hərəkət var idi. Sadəcə bizdən uzaq idi, əlverişli mövqe deyildi. Artıq iyun ayının 20-ci görürsə qarşı posta bacasından tüstü çıxıb. Bildik ki, artıq gəliblər. Nəsə olacaq. İtləri zadı hürüşüb eləyirdi. Bir gün səhərə yox, gördük ki, düşmən səngərdə qazıntı aparır. Gecə müşahidə edirik, səhərə yoxdur. Qazıntı aparır. Biz də qabaqcadan neytral mövqedə öz mövqeyimizi qurmuşduq ki, düşmən hərəkətdə olanda biz onu var. Onlar da postdan kəndə yolları var idi, təminat yolu vardı. Kənd onların yaxınlığında, harasa 1-2 kilometr zat məsafəsində belə kəndlər idi. Həmin yolla gedirdilər. Biz də həmin mövqedə artıq həmin yeri saxlamışdıq ki, indi buradan düşmən gəlir. Amma yenə də o yolla hərəkət eləmirdilər. Artıq mən gedib ehtiyat bir mövqe düzəltmişdim və öz komandanlığımıza da məlumat vermişdim ki, buradan hərəkət yoxdur, amma qarşı postda harca 700 metr, 650 metr, 700 metr yaxın belə məsafə var. Orada bunlar hər həftənin 5-cü günü postları dəyişirlər və maşın gəlir həmin posta. Yəni bizə ona görə uzaq mənzilli snayper tüfəngi verin. Sağ olsunlar, təşkilimizi korpusdan həll elədilər. Bir uzaq mənzilli snayper, Azərbaycan istehsalı olan İstiqlal snayper tüfəngi gətirdilər, verdilər. Onun üçün ayrıca mövqe düzəltdim və mövqeyləndim, gözləyirəm. Bir gün ayın 27-ci gün müşahidədən məlumat verdi ki, əsgər, komandir, posta maşın gəldi. Siz orada tək idiniz yoxsa? Mən qrupla gəlmişəm. Qrup müşahidədədir. Mən qrup komandirəm, qrup müşahidədədir. Mən də ayrı istiqamətlərdə, indi tək bir postdan istiqamətdən aparmır da müşahidə. Fərqli istiqamətlərdən mövqelər düzəlmişik. Həmin istiqamətdə harada olsa orada vuracaq. Əsgər dedi ki, yan posta gəldi maşın. O 700 metr olan yerə, 650-700 metr olan yerə maşın gəldi.
Getdim uzandım mövqe. Mən də orada Pexotanın postunda bir dodu dağıtmışdım. Özüm üçün mövqeyi düzəltmişdim orada uzanaraq atəş açmaq. Çünki İstiqlal silahı ağırdı və mən onu lüləsini səngərdən qırağa çıxartsam avtomatik aşağı olacam. Və mən onu elə bir mövqedə düzəltdim ki, neçə gündür sulayıram, eləyirəm ki, oraya ki, maskalayıram ki, yəni atış olanda torpaq qalmadı. Çünki İstiqlal vahiməli silahdır. Onu mövqeyləndim həmin yerdə, gözlədim maşının çıxmağını. Gördüm ki, su maşınıdır, çıxır. Maşın birinci, elə bir MBM-dən çıxan gün postun qabağına çıxan maşını vurdum. Atdım, maşına dəydi. Maşına dəyince kapotu qalxdı yuxarı. İstədi sürsün, salsın, ikinci atışla vurdum, maşın alışdı. Maşın alışdı, alışmaq ilə atışma düşdü orada. Orada atışma düşdü. Bir dənə güllə vurdum üzə. Dedim da maşın təmiz yansın. Düşdü meşəsinə, başladı meşəzadə yanmağa. Mən də sevinirəm ki, vurmuşam da artıq nailiyyət var. Başlandı atışma düşməyə. Elə bir biz olduğumuz mövqe elə bir yerdədir ki, üç tərəfimiz düşməndir. Sağımızda, solumuzda, önümüzdə də düşmən var. Atışma düşdü, gördüm sağ tərəfdən 30 saniyə fərqinə keçdi qarşımıza. Mənim də mövqedə əskərlərim vardı, orada çıxıblar. Dedim ki, gedim onun yanına, görüm də birdən nə sonra. Erməni bizdən yuxarıdadır, qarşımızda olan mövqedə. Düz səngərin üçün vururlar. Üç tərəfdən bizi atırlar. Sadəcə orada bizim atəş dəstək bölmələrimizin biraz səhv onda oldu ki, onlar bizi vaxtında dəstəkləmədi. Mən girdim mövqeyə, o hazırladığımız mövqeyə, atışdıq orada. Atışdıq, bir açıq yer var idi, elə sağ tərəfimizin deşəkandan atırdılar deyənə. Biz oraya meşok qoymuşduq da üstüma. Dedim, vuran meşok salar, deşəkan gülləsi də, məsafə yaxındır. Baxım da, əskərə də orada, ürəyimdə qaldı elə bir. Mövqeyimi səngərə düşmək istəyirdim də, hazır olan yerdə. Aşağı olunda yerimiz, başladılar həmin yeri vurmağa. Həmin yeri vurmağa qalmışam tək orada, çıxa bilmirəm. Üzümü çevirmək istəyəndə ki, fırlanım yerimdə, sürünüm səngərə, düşüm səngərin içinə, dəydi sifətimdən. Üzümdən vurdular da, açdım, düşdüm səngərin içinə. Əskər biraz şoka düşdü oradakı, komandisi vurdular, mən sakit oldu, hər şey yaxşıdır. Mən elə bilirəm ki, sıyrıqdır da. Buradan girmişdi, üzümdə buradan çıxmışdı, 5.45 idi. İzi qalıb nələrdə? Ondan izafə, bütün silahlardan demək olar ki, atırdılar da, bədənim də texi qəlpə dolmuşdu, partlayış olmuşdu qabağımda. Buradan beləsinə yuxarı, harada ki, darağı yoxdur, həmin yerlərə qəlpə tutmuşdu. Öz səngərimizə düşdüm, baxdım ki, mövqedə olan əskər heç bir problem yoxdur da. Elə bir, mən o səngərə əslində çıxmaya bilərdim, mövqeyə çıxmaya bilərdim. Sadəcə çıxdım da, əskərə görə çıxdım. Çünki o əskər də savadlı, yəni bacaracaqlı bir snayper idi. Amma tək qoya bilməzdim də onu orada. İndi mən orada getməsində o əskərin vurulma şansı bəlkə də çox ola bilərdi. İndi bizim savadımız, praktikamız o əskərdən çoxdur. Baxdım, öz tərəm posta düşəndən sonra dedim ki, atışma gedirdi, post qoşulmuşdu, döyüşürdülər. Həmin vaxtı baxdım üzümə, gördüm 2 dənə burada deşik var, bir dənə burada çənəmdə. Buraxılış yoldaşım gəldi, qonşu postun. O da mənə dəyməyə gəlmiş. Atışmadır, nə bilmə, baxdı ki, mən qanım içindəyəm texə. Baxdı, bədənimizin zalından dəyib. Şükür olsun, hər şey qaydasındadır. Orada bir nəfər maşının içində vurmuşdum, maşınla bir yerdə. 2 nəfəri də atışmada vurmuşdum. Ümumi 3 nəfər orada vurmuşdum. Ondan sonra da atışma gelmişdi. Orada heyətdən onlardan çoxlu vuran olmuşdu. Bu tapşırıqda bir nəfər mən yaralanmışdım. O məlumatları neçə nəfər onları bizdən onu Perexvat tutur da, bizə radioelektronik kəşfiyyatdan oradan korpusa məlumat verirlər. Korpus da deyir ki, bu qədər var, maşındır, filan qədəri var. Xeyli yaralanan olmuşdu. Birinci dəfə idi mən orada yalan sürt dövründə qumbar atandan atmışdılar orada. Yəni məsafə, qarşı postdan vurulduğum yerindən məsafəmiz 100 metrdə, 90 metr, belə bir şey idi, yaxın məsafə. Çox şiddətli döyüş getdi. Sadəcə orada bir də oldu ki, yəni qonşu postlar ora atəş atsaydı, düşmə bizi aşkar eləyə bilməzdi. O da baxdılar ki, sağ-sol o da bizi kimi müşahidə aparır, bilir də ərazini bilir, hardan güllə gələ bilər. Müşahidə diqqətini aparanda maskalanma ərazidə tapır, həmin yeri tutdular güllə. Nə qədər biz gecə mövqe qurmuşsan da, ən azından yenə də orada yanlışlığa yol verirsən. Onlar aşkar eləmişdilər, həmin yeri güllə atışmışlar. Necə oldu, sakitləşdi? Atışma
Mən Qoçbay təxliyə olmuşdum. Gecə saat 12-də elə atışma gedirdi. Erməni tərəfdə yanırdı, biz tərəfdən yay vaxtı. Otluq ərazi, o tərəfdə yanır, biz tərəfdə yanır. Sonra orada xidmətinizi? Mən xidmətimi yenə davam elətdirdim. Bizi o vaxt seçmə gəlmişdilər diplomatiyadan, amma mən dedim ki, mən istəmirəm də diplomat olmaq. Hərbidən seçirlər də, intizamlı, savadlı zabitlərdən. Mən dedim, istəmirəm, xidmətimi davam eləmək istəyirəm. Korpus komandiri mən bu təklifimi belə deməyim ki, mən qalıb xidmət eləmək istəyirəm, getmək istəmirəm. Onu qiymətləndirmişdi. Hələ həmin hərbi hissədə qaldım, xidmətimi davam elətdirdim. Amma yenə də içimdə xüsusiyyətliyə həvəs var idi, yəni getmək istədim, amma məni buraxmaq da istəmirdilər. Mən neçə dəfələrlə mən başqa hərbi hissələrə bölük komandiri kimi, o vaxt kəşfiyyat bölük komandiri təqdimatım getmişdi. Korpus komandiri o vaxt Rövşən Şifov idi, o qoymurdu. Mənim komandirim olub Vətən Müharibəsi qəhrəmanıdır, Telman Hüseynov. Mən ona çox şey borcluyam. O mənim əsl zabit kimi yetişməyimdə onun böyük rolu olub, həqiqətən. Mən onunla fəxr duyuram. O vaxt korpus komandirinə demişdi ki, mən bu zabiti istəyirəm ki, burada qalsın. Mənim yanımda xidmət eləsin. Demişdi ki, yaxşı zabit kəşfiyyat taborunda xidmət elə. Bu qaydada demişdi. Hər dəfəsində o söz deyirdi. Çox böyük əziyyət oldu da mənim zabit kimi yetişməyimdə. Amma xüsusi təyinatlıya olan eşqim mənim tamam fərqli idi də. Yəni, qismət oldu, günlərin bir gün hərbi hissələrə seçmə gələndə mən də qeyd olundum və mənə gətirdilər xüsusi təyinatlıya. 2015-ci ilin aprel ayından kurslara qoşulmuşam, kursu fərqlənməklə bitirmişəm. Öz kurs heyətinin içində zabitlərdən ən yüksək vəzifəyə mən gəlmişəm orada. Bir vəzifə yuxarı kursu qutarandan sonra gəlmişəm. Normalda baş kəşfiyyatçımı, qrup komandiri müavini kimi fəaliyyətə başlamışam. Gəldiyim vaxtdan da çalışmışam ki, özümü xidmətdə doğruldum. Yəni, xüsusi təyinatlı mənim üçün hər şeydir. Yəni, bu günləri ehtiyata buraxılsam da, başqa işlərlə məşğul olsam da, başqa sahədə çalışsam da, amma yenə də özümü hər zaman xüsusi təyinatda görürəm, öz dostlarımın, yoldaşlarımın yanında, yəni o ailədən kənar özümü hiss eləyə bilmirəm. Sonra aprel döyüşlərində də onda iştirak eləmişsiniz. Biraz da oradan... Siz xüsusi təyinatlara gəldiniz 2015-ci il xidmətə başladınız. O dövrlərdə düşmən təxribatının qarşısını almaq üçün bizim xüsusi təyinatlarımız təbii ki, bir çox fəaliyyətlər göstəriblər. Siz onlarda iştirak elədiniz? 2014-cü ildə avqust hadisələri vaxtı həmin tapşırıqdan bizə də cəlb eləmişdilər. Siz Qazax istiqamətində, bəli, mən onda kəşfiyyat taborunda xidmət edirdim. Həmin istiqamətdə, Qazax istiqamətində döyüş tapşırığında olmuşam yenə də. 2014-ün avqustunda. Orada ev postu deyilən bir yer var. Bizim Əskipara kəndi ilə neytralda yerləşirdi də onda. Həmin Əskipara kəndində ev postu var idi. Orada döyüş tapşırığında olmuşam həmin vaxtı. Orada da şiddətli atışmalar gedirdi. Orada da düşmənin bir uazını vurmuşdum içində 2 nəfərlə bir yerdə. O həmin vaxtı amma xüsusi təyinatlı qüvvələrdə digər istiqamətlərdə Ağdam, Tərtər istiqamətində fəaliyyət icra edirdi. Qismət oldu, biz də gəldik xüsusi təyinatlıya 2015-ci ildə. Fəaliyyətimi davam elətdirdim orada. Sonra bizi qüvvənin tərkibində kursa göndərdilər, ayrıca xüsusi əməliyyat kursuna. Və mən həmin kursda iştirak edən vaxtı düşmən ön xəttə təxribatlar törətdi. Xarici ölkəyə getdiniz? Xarici ölkəyə getdim. Azərbaycanda da xüsusi əməliyyat kursu keçirdilər. Xarici ölkədən gəlmişlər, Amerikanlar keçirdi, bəli nümayəndələr vardı. Onlar kursa cəlb eləmişdilər bizi. Müharibə aprel döyüşləri başlayanda biz orada kursdaydıq. Gecə döyüş əmri gəldi ki, belə düşmən ön xəttə təxribatlar törədir, buna layiqli cavab vermək lazımdır və biz də axtardığımız oyda deyir, o da Allah biz üçün yetirdi. Biz də ön xətti yardıq gecəndən. Bizə ayrıca tapşırıq verilmişdi, düşmən dərinliyində olan ehtiyat taboru sıradan çıxartmaq. Biz birinci tapşırığı ora getdik. Aprel ayının artıq saat 2-si, saat hardasa 5 radələri zadalardı belə. Biz həmin ehtiyat taboru vurduq orada, sıradan çıxartdıq. İçində nə qədər texnikası vardı, hamısını qumbaratanlarla vurduq, məhv elədik və geri qayıtdıq. Artıq geri qayıdanda səhər açılmışdı da.
Nə bir şəhid, nə bir yaralı var idi. Şükürlər olsun. Biz qayıtdıq, digər bölmələrimizdə Talış kəndinin içinə qədər daxil olmuşdu. Öz fəaliyyətlərini orada icra edirdilər. Biz cəmləşməyə qayıtdıq. Artıq sevinç hissi var ki, neçə ildir düşmən tapdağında olan torpağımızı işğaldan azad edilmişik. Biraz da qürurlanırıq. Sonra dedilər ki, bizə Goran heyəti deyirdilər də orada kurs heyəti. Siz təzədən döyüş tapışına cəlb olunacaqsınız. Siz 2-ci hərbi hissəni dəyişməyə gedirsiniz. Murad Mirzəyevgili dəyişməyə gedirsiniz. Biz gəldik Gülüstan kəndi yaxınlığında. Ön xəttə çatanda ermənilər maşınlardan töküldü. Ermənilər başladılar. Orada Yanıq dağdır, belə bir dağ var, yüksəkliyi var. Həmin yüksəkdən başladılar artilleriyadan bizi vurmağa. Bizim hərəkətimizi saxladılar. Həmin vaxtda da belə deyim də ara boşluğundan dağılmış ermənilər təzədən yığılıblar postlara. Heyətin yarısı qalıb Talış kəndində. Oradan da erməni tankları bunların tanklarının hücuma keçiblər ermənilər. Qalıblar mühasirədə. Şəxsiyyət geri çıxıblar, döyüşə-döyüşə. Postu təzədən alıblar, mövqeyə yerləşiblər. Və Murad Mirzəyevgil orada şəhid olmuşlardı. Biz onlara çata bilmədik də elə bir. Necə çata bilmədik? Çünki erməni şərait yaratmadı ki, şərait yaranmadı. Artilleriya vururdu, biz keçə bilmirdik. Orada uşaqlar şəhid oldular. Çox pis olduq da, həddindən artıq çox pis olduq. O vəziyyət yaranmışdı ki, parçalamaq istəyirdi də hər bir şey. Bizi geri çıxartdılar həmin istiqamətdən, başqa istiqamətdən döyüş tapışına cəlb edildi. Gətirdilər bizi Tapqara-Qoyun istiqamətindən döyüş tapışına cəlb edildi. Çünki artıq keçmək olmurdu. Artilleriya bütün keçid nöqtələrini bağlamışdı. Getməyin bir anlamı yox idi. Getməyin ümumiyyətlə bir anlamı yoxdur. Çünki bizim heyətdə tank əleyhinə vasitə yoxdur. Yəni, ancaq qumbaratandır. Qumbaratanın da atış məsafəsi maksimum 500 metrə qədərdir. Ermənilər də tanklarla vururlar mövqeləri, artilleriyanla, dron koordinat verir, artilleriyanla da vururlar. Yəni, getməyin heç bir anlamı yoxdur. Artıq şəxsiyyət əlaqə itib, şəxsiyyətlə əlaqə yox. Çox pis vəziyyət yaranıb da orada. Bizi oradan çəkdilər. Artıq şəhidlərimizin nəşi orada qalıb, bizi oradan çıxartdılar, başqa istiqamətdən avtomatik döyüş tapışına cəlb elədilər. Bir yüksəklik vardı, həmin yüksəkliyi götürülməli idi. Orada bizi gələn kimi elə bir hava dumanlı idi. Gələn kimi artıq biz keçdik, öz bölmələrimizin birinci eşelonu yarmışlardı erməni. Oradan yola saldılar bizi, getdik dərinliyə. Erməni bilirdi biz gəlir, onun kadrlarını da qoymuşdular. Videosu var onun. Ermənilər öz kadrlarından qoyublar. Biz gəlirik, 3-3-5-5 keçirik həmin yerlərdən. Ərazi çox açıq ərazi olduğuna görə ancaq əskəri yamazla hərəkət edə bilirdik ki, həm yüksəkliyi itirməyək, həm də düşmənin yüksəkliyi itirsə mühasirəyə düşəcək. Ərazi düşmən ərazisidir. Örtü gizləmə ümumiyyətlə sıfır, heç nə yoxdur. Gəldi, erməni bilir biz gəlmişik, postla aramız 300-400 metrə qalıb, fişəngi atır, havanı işıqlandırır, yatırıq yerə. O 300 metrənin biz yalanmaması 3 saata, 4 saata getdi. 2 metrə gedirsən, fişəngi atır, gülləni səpir üstüvə, biz də yatırıq. Gəldi orada, bizə deyilmişdi ki, orada bir postdur. Amma gəldi ərazidə baxdıq ki, sekret post var orada, gizli post var, erməni bir mövqeyi var orada. Rəhmətli Vüqar Yusubov əməliyyata başçılığı o eləyir. Vüqar Yusubov dedi ki, bir qrup göndərə, ehtiyat dəstəni göndərin, geçsin, yoxlasın. Yoxladı, dəstə hava işıqlaşında vaxt gedirdi, orada da minalanmış ola bilər, axtarır. İşarə verdilər ki, boşdur post. Post boşdur, ehtiyat yerləşdir, rəhmətli Raqub Orucov. Onlar bir yerdədirlər. Elə bir, bunlar döyüşü idarə edən şəxslərdir. Bunlar ehtiyatın içindədirlər, ehtiyat dəstənin içindədirlər. Birinci, ikinci, üçüncü dəstədir. Dəstə deyəndə, indi ağlımıza böyük şeylər gəlməsin də, 30-40 nəfərli heyətlər də gedir. Bizdə baskına giririk. Bunlar bizim, nəsə olsa bu ehtiyat bizə kömək eləyəcək. Bu, belə bir şeydir. Bizə də dedilər ki, artilleriya vuracaq, məsafə 100 metrdir də, indi biz girəcəyik bunu. Artilleriyanın da piyadalar üçün təhlükəsizlik məsafəsi 400 metrdir, qəlpələrin yayılmanın. Bizə Vüqar Yusubov deyir ki, biz düşən yarğana artilleriya vursun oranı. Artilleriya vursun oranı. Biz düşdük yarğana, artıq
gözləyirik ki, artilleriya vuracaq. Çağırırlar, artilleriya cavab vermir. Artilleriya cavab vermir. Hər halda düşmən əlaqələri susturub da, yəni biz belə başa düşürük. Çağırırlar, cavab vermir. Onda bir dənə gördük ki, Kənan Seyidov çıxdı, əlaqə edir ki, diqqətli olun, düşmən bizi mühasirəyə alıb. Düşmən bizi mühasirəyə alıb, biz də hazırlıq, hamısı hazır vəziyyətdir. Sadəcə ərazini itirmişik də, yəni artilleriya. Susturublar da, yəni əlaqəyə cavab verən yoxdur. Əlaqəyə cavabını bir gördük ki, bu səngərlər Ayparadır, səngərin arxasından da bir səngər var imiş. Aşağıdan yuxarı T şəkilli səngər. Biz Ayparanı görürük. Bunlar arxadan erməni xüsusiyyətçisi yaxınlaşarlar. Çəkdi qumbaranı atdı səngərə. Çəkdi qumbaranı atdı səngərə, partlayış o. Partlayışın dadım kontratata girdi içəri. Girməsində biz bunu vurduq səngərin üstündə. Bu bizim sağımızda gedir, bu ehtiyat tərəfdə. Bunlar bizi görmürlər, dərənin için görmürlər. Həmin istiqamətdə artıq biz bunu vuran sonra döyüş başladı. Döyüş başladı, mövqeydən o Raqub Orucov olan yerə tank atdı, minamyot atdı. Daima postun arxasında 4 dənə tank, 2 BMP, heyət çox imiş. Biz əlverişli mövqedə yuxarı çıxmalıyıq. Hazırlıq yendidir, öz sözündür. Bizim üzərimizdə 60-lıq minatanlar vardı. Minatanları qoyduq, atəş açdıq bunlara. Sonra lülaltı qumbaratanlardan keçdik bir xəttə. Qurban Allahın qismətidir, Allah istəyir o ora düşür. Atdığımız mərmilər elə bir əlinlə götürsən, səngərin içinə atırsan. Bunlara bir şok ateşi yaşatdıq orada. Eyni qaydada onlar da bizə şok ateşi yaşadır. Yəni bizdən də şəhid onlar. Birinci rabitəçilərimizi vurdular. Məsələn, mənim qrupumda Allah can sağlığı versin, Zəkəriyev Nur vardı. Onun qolundan vurmuşdu. Əskərov Təbriz var idi. Məsələn, onun qəlbə düz sinəsindən dəymişdi, kürəyindən çıxmışdı. Birinci rabitəçiləri vurdular. Elə bir hazırlıqlı bizi gözləyirmişlər ki, biz gələk həmin istiqamətə, bunlar bizi mühasirəyə alsınlar da. Qabaqcadan elə bir planlanmış bir şey olub da, düşmən tərəfindən ehtimalları, yəni nədirsə. Həm də öz əraziləridir. Öz əraziləridir, bilirlər. Buna baxmayaraq, biz orada nə geri çəkilməyə şans var, nə də ki, başqa heç bir şey, ancaq irəli gedib mövqeyi tuta bilərik də. Biz orada düşmənin 2 tankı vurdu. O tankı vuranlardan biri indi hal-hazırda ehtiyatdadır. Biri mənim qrupumdan idi. Güzür Hüseynov Rafis var idi. Yaxınlaşdı tanka o atışmanın içində. Düz gör nə qədər erməni qudurmuşdu ki, o məsafədə tank komandiri çıxıb NSVP-dən bizə atırdı. Tankın üstündən. O onu görə bilmədi. Rafis yaxınlaşdı, qumbar atandan vurdu bunu. Tankın qülləsi qalxdı, sonra ikinci dəstədən bir gizirdə vardı, o da digər tankı vurdu. Elə bir tankı vuranda erməni elə bir canına xof düşdü, qorxu yarandı. Qorxu yaranan kimi biz qalxdıq, bir maşının birində vurduq orada. Bunlar elə bir Madagis tərəfdən arxa yol var. Oradan maşından şəxsiyyətə tökürlər, görürük də onu. Doldururlar səngəri, biz də bunlarla qırışırıq. Nəhayət əlaqəyə çıxa bildi. Qumbaratanla havaya atəş açmışıq və onlara istiqamət vermişik, artilleri bu istiqamətə vur. Birinci mərmi düşəndən sonra əlaqə yaranıb, əlaqə ilə artilleriyanı həmin istiqamətə yönləndirib, döyüşü davam etmiş. Orada bizim 9 nəfər şəhidimiz oldu. Raqub Orucov şəhid olmuşdu, bəli, Vüqar Yusufov şəhid oldu. Orada Şirinov var idi, zabitimiz Şirinov Sahil. O qumbaranı atanda düz onun qabağına düşmüşdü. Ermənin atdığı kontur güllə düz ağzından girmişdi, buradan kürəyindən çıxmışdı. Onlar görməmişlər də yəni onu. Belə oranı... Siz necə oldu və oradan çıxdınız? Biz oranı aldıq, çıxmadıq, ermənini oradan çıxmağa məcbur elədik. Biz artıq çıxdıq mövqeyə, erməni vurduq, çıxartdıq oradan səngərdən, mövqeyləndi, qoymadı. Səhər-səhərə 6-7-yə işləmiş, döyüş başlayıb, saat 12-1-ə işləmiş, biz erməniyi vurub oradan çıxarmışıq. Sonra bizim dost bölmələrimiz, digər Yaşmanın hərbi hissəsi gəlmişdi ora, 2 qrupla gəlmişlər bizə dəstəyə. Onlardan da bir nəfər şəhid oldu orada. Müstəcab Orxanlar rəhmət eləsin. Amma biz oradan vurduq, ermənini çıxartdıq. Yəni, şəhid də versək, yaralılarımız da çox oldu, amma geri çəkilmədiydi oradan. Orada bizim qardaşlarımızın nəşi qalmışdı o tərəfdə. Yəni, onun qisası bizi alovlandırmışdı. Yəni, biz orada, bu vaxta qədər bizim heç bir şəhidimiz, yaralımız orada qalmayıb. Biz onları orada həmin əraziləri nəzarətə götürməkdən ötürü biz məcbur idik oranı götürməyə. Ölsəydi də, qalsaydı oranı götürməlidir. Və şükürlər olsun ki,
Orada bizdə heyətdən zabit, komandir heyətindən daxil briqadanın qərargahı başından yaralanıb getmir. Briqada komandiri yaralanıb özü orada. Heyət yaralananlar var, heç kim getmir. Orada mənim yadımdadır, bizim 2-ci dəstədən bir müddətdən artıq vardı, yaralanmışdı. Qəlpə kürəyini aparmışdı, 2 FSP-yə bağlamışdı. Yalnız 18 sm kürəyində yeri yox idi. İçalatı görünürdü. Deyirdi ki, mən getmirəm. Arxadan xəbəri yoxdur özündən. Mən getmirəm. Mən qalıram. Hə, yaxşı, o qaydada. Bağırov Emin, bax orada şəhid olmuşdu. Çox uşaqlarından 9 nəfər orada şəhid olmuşdu. Allah hamısına rəhmət eləsin. Amma biz onların qisasını orada aldıq. Onların qisasını aldıq. Erməniyə layiqli cavabı verdik ki, Azərbaycan xüsusi təyinatçısı onların da xüsusi təyinatları döyüşürdü orada. Bizim qarşımızda onların da xüsusi təyinatçısı idi. Onların nə qədər orada biz leşlərin tökdü qalmışlar, orada gəlib götürmürdülər. Sonradan bizim şəhidlərdən onları dəyişdilər. Ayın 5 idi, aprel ayın 5-i biz təhvil verdik oraya dəniz xüsusi təyinatlarına. Ondan sonra cəmləşməyə qayıtdıq, yenə də öz fəaliyyətimizlə daha da özümüzü təkmilləşdirdik. Yəni, tapşırıqlar başqa şeydir, amma döyüş başqa şeydir. Döyüşün yazılmayan qanunları çoxdur. Ona uyğun olaraq, yəni biz dərslərimizdə, təlimlərimizdə orada olan nöqsanları başladıq işləməyə. Daim döyüşə hazır olmaq üçün. Yəni, biz hər zaman döyüşə hazır olmuşuq. Məqsədimiz də olub. Bizi yəni belə yetişdiriblər. Yuxarı komandanlıq, komandirlərimiz. Məqsədimiz olub ki, ancaq qisas almaq, torpaqlarımızı işğaldan azad eləmək, şəhidlərimizin qisasını almaq. Yəni, bizim televiziyada göstərilməyən video kadrları bizə göstərirlər Xocalıda, digər yerlərdə əsirlərimizin başına, qız gəlinlərimizin başına gətirilən hadisələri göstərirlər. Bu bizə ibrət olmalıdır. Biz daim, necə deyim, döyüşə hazır olmaq ki, başımıza bir də belə şeylər gəlməz. Biz də öz fəaliyyətimizi, xidmət fəaliyyətimizi davam etdirmişik. Ancaq günümüz kurslarda, təlimlərdə özümüzü inkişaf etdirməklə keçib. Mən artıq aprel döyüşlərində döyüşəndə qrup komandiri kimi döyüşlərə cəlb olunmuşam. Amma Vətən müharibəsi başlayanda qərargah rəisi kimi, xüsusi təyinat dəstənin qərargah rəisi kimi döyüşlərə cəlb olunmuşam. Sentyabrın 27-sində ön xəttdə təxribatlar yenə də həmişə olduğu kimi düşmən təxribatı əl atdı. Cənab Ali Baş Komandanın göstərişinə əsasən bizlərə də döyüş əmri verildi. Biz həmin döyüş tapşırıqlarına sentyabrın 27-də Kəlbəcər istiqamətinə qoşulmuşuq. Ağdərə-Kəlbəcər təminat yolunun bağlanması idi bizim tapşırıq. Onu deyə bilərəm ki, adından məlumdur Murovdağ. Yüksəklik cəhətdən Kiçik Qafqazın ən hündür yüksəklikləri orada yerləşir. Həmin ərazidən düşmən arxasına keçid eləmişik. Həmin vaxtı həm ərazi relyefi bizə çətinlik yaradırdı. Yəni, hava şəraiti dumanlı, çiskinli. 26-sına artıq yağış yağırdı, yuxarıda dolu qar halındaydı. Biz də artıq mövqeylənmişdik. Tapşırığa adaptasiya olmuşdu, artıq tapşırığı gözlüydü, irəli əmrini gözlüydü. 27-si artıq irəli əmri veriləndə biz düşmən arxasına keçdik. Yenə də deyirəm, ərazi çox sıldırım, sərt yerlərdə, üzərimizdə olan təchizat nə qədər ağır olsa belə, amma yenə də içimizdə olan vətən eşqi, intiqam hissinə mane ola bilmədi. Bizə həmin istiqamətdə, həmin yerə 2 gün vaxt qoymuşlar, 2 gün müddətinə çatmağa. Biz oranı günün sonunda erməninin qarşımızda bir postu var idi. Həmin postu aldıq. 25-95 yüksəkliyi var idi. Həmin postun üstündə Tağım Dayıq məntəqəsi var idi. Həmin postu aldıq oradan. Elə bir o ön xəttə yarılanda tapşırıq qoyulmuşdu. O Pexotanın tapşırığındadır, piyada qoşunlarının tapşırığındadır. Amma deyilmişdi ki, onlar ala bilməsə həmin istiqamətdə xüsusi təyinatlı bu postu götürsün. Çünki ərazi baxımından çox sıldırımdır, meyilliyi də çoxdur. Biz ön xətti keçdik. Artıq neytral ərazidəydik, düşmən postunun altındaydıq. Sağ-sol postlar götürülmüşdü. Bu, arxada dərinlikdə olan bir post. Postun qarşısında biz yaxınlaşanda öcə posta baskın eləmək 3 nəfər çıxdı qarşımıza. Biz bunu vurduq burada. Neytral ərazidir. Tam düşmənin keçə bilməmişik də, səngərə düşə bilməmişik. Bizə lazımdır əslində qalacaq. Biz postun arxasına keçmək istəyirik. Çünki
əlverişli şərait dövrdə postun qarşısı minadır, tel maneələri qurublar. Yəni oradan getmək ağılsızlıqdır. Biz yanından keçmirik. Sadəcə indi rastlantı oldu. Yəni biz şərait ola bilərdi ki, məsələn, o düşmən bizi görməsəydi, biz şərait yarada bilərik ki, uzaqlaşsın, biz keçək oradan. Çünki tapşırıq var. Bizim məqsədimiz onunla döyüşmək deyil. Arxadan keçib rahat vurmaq olsun. Amma elə oldu ki, üzbəüzə çıxdı da. Yəni hava şəraiti elə dumanlıdır ki, 1 metr, metr yarımı görmək olmur. Çıxan kimi vurduq bunları. Bunları vuran kimi qurmam qismətdir də, duman çəkildi. Duman çəkildi bunlar başımızın üstündə. Beləncə yüksəkliyə qalxırıq. Ermənilərdə bir taktika işlədmişdir. Biz onu əvvəlcədən müşahidə eləmişdik. Məsələn, artilleriya batareyaları ümumiyyətlə 6 topdursa, ara məsafəsi ilə yerləşdirirlər də. Bunlar taktiki normativləri pozmuşdular. Məsələn, 2 topu qoyublar bura, 2 topu qoyublar 150 metr ayrı başqa yerdə. 2 topu qoyublar, 6 topu bölüşdürüblər. İndi biz həmin əraziyə artilleriya yönləndirmək istəsək, məsələn, bizim dəstəyə artilleriya divizyonu verilib ki, bizim tapşırığı bunlar dəstəkləyir. Biz gələ ora artilleriya briqadası yönləndirir, onu vurmaq üçün. Yəni, böyük əraziyə yerləşdiriblər, maskalayıblar. Birbaşa düz üzərimizə zalp atdılar. Biz də keçiddə heyətin əsas məsələ düz ortasına atdılar heyətin. Orada 2 nəfər miniyə düşdü bizdən. Şəhid olanlar oldu. Əskər Dövlət Sadə Cəbrayil şəhid oldu orada. Bir nəfərimiz də əskərimiz var idi, Tahirov Firdovsi. Atışma gedir, düşüb minaya, minanın partlayışı bunu atıb digər minanın üstünə, qolu da düşüb minaya. Bunu indi döyüş yoldaşı buna yardım göstərmək istəyir. Sadəcə olaraq vəziyyət elə vəziyyətdir ki, minalanmış ərazidəsən, nə sağa çıxa bilirsən, nə sola. Ancaq istehkamçının açdığı yarım metr minipolyadasan da, yəni o ərazidə hərəkət elə bilirsən. 50 sant, 60 sant, indi cığırın içindəsən. Yəni, heyət də oradadır. İndi Allah umuduna indi qruplar açılıb da minipolyada döyüşürük. Orada şey olmuşdu, döyüş yoldaşının gözünü oğurlayıb özünü vurmuşdu. Avtomatik özünü atmışdı, 7 güllə dəymişdi. Öz-özünü vurmuşdu. O da Allah rəhmət eləsin. O da bir qəhrəmanlıqdır. Hər adam onu heç kim özünə qəsd edə bilməz, amma o bilirdi ki, onu xilas eləmək olmayacaq. Çünki ərazi relyefi elədir ki, biz onu təxliyə də eləyə bilməyəcək. O bilirdi onu. Sadəcə özünü vurdu. Allah ona rəhmət eləsin. Biz orada həmin yüksəkliyi aldıq, postu aldıq. Əsas məqsəd odur ki, biz orada erməninin yoluna çıxaq ki, təminat yolunu bağlayaq ki, bizim dost bölmələr avtomatik yuxarıdan yol açılırlar da, digər bölmələrin hərəkəti üçün əlverişli mövqe yaratmalıdır. Bizim də həmin istiqamətə getdiyimiz yerdə düşmənin qarşımızda olan bir iki mexanikləşdirilmiş alayı vardı, bir də motatçı briqadası var idi. Bunlar yerləşirdi Ağdərədə, mexanikləşdirilmiş alaylar orada yerləşirdi. Məqsəd o idi ki, biz gedəcək qabaqcadan korpus hücumunu inkişaf elətdirməyə ötürü biz Ağdərə, Kəlbəcər təminat yolunu bağlayacaq, bizim dost bölmələr gələnə qədər. Yəni oradan heç kimi qoymayacaq keçməyə. Biz getdik həmin ərazidə yolu minaladıq, təyin olmuş həddə ələ keçirdik, gözlədik. Gözlədik, düşmən ön xəttə qalxanda bir kamazın vurduq, içində 17 nəfər şəxsiyyətlə bir yerdə, onu vurduq. Sonra kim yolda gəldisə biz onu puskuya salırdı. Orada xeyli 4-5 günə yaxın biz orada qaldıq, 4 günə yaxın. Orada 100-dən çox erməni şəxsiyyətin məhv elədi, hardasa 5-6-ya yaxın canlı qüvvəsini məhv elədi. Yəni elə bir yer idi ki orada. Biz orada hərəkətə eləyəndə hələ öz mövqeyimizə çatmamışdıq. Ortamızda bir yarğan var idi də. Dayandıq, gördük ki, maşın səsi gəlir. Baxdıq ki, erməni xüsus təyinatları, 2 dənə onların pick-up fason uazları var. Onunla gedirlər. Tavar komandiri zarafat edir ki, bəlkə bunu vuraq, elə belə bir söz dedi. Dedim, bunu hara vururuq? Yerimizi aşkar eləyər, elə bənsə bir dedik, güldük də. Yəni o biz üçün əlverişsizdir, çünki bizim tapşırığımız var. Biz orada atışmaya düşsək, ərazi ortada yarğan olmasa biz onu vura bilərik. Biz üçün 2 vurucudur onu vurmaq. Sadəcə yerimizi aşkar elə bilərik, o da bizim tapşırığın gedişatında mənfi təsir göstərə bilər. Neçə dənə komanda məntəqəsini vurduq olan aşkar eləyirdi, artilleriya koordinat verirdi, vururduq. Bilmirdilər də biz hardayıq. Bilirdilər, arxada düşmən var. Amma harda olduğumuzu bilmirdilər.
Bir heyət Ağdərə istiqamətində idi. Biz də ki, İmarət Qərvəndin qarşısında da yaşayış məntəqəsi orada. Gələnlərlə pusuya salırdıq orada və orada məhv elirdi, gedirdi. Sonra yuxarı komandanlıq göstəriş verdi ki, geri çıxaq. Həmin istiqamətdə hücum əməliyyatlarını dayandırdılar. Biz gecə saat 1-ə işləyirdi 5 dəqiqə. Biz oradan geriyə çıxmağa başladıq. 17 saat yarıma öz tərəfimizə çatmışıq. 2 şəhid gətirmişik. Yaralılarımız var idi, onları da gətirmişik. Çünki məsafə böyük idi, yəni təxliyə eləmək qeyri-mümkündür. Çünki yaralılar da bizimlə orada qalırdı da. Ağır yaralılar da biz məlum idi ki, ağır yaralılar da şəhid olacaq. Elə oldu, biz qayıtdıq öz tərəfimizə. Bizi gətirdilər cəmləşmə rayonuna, bir gün dincəldik orada. Bir gün deyəndə ki, bir səhərə yox, öz tərəfimizə çatmışıq, gətiriblər. Gün ortaya qədər təchizatımızı hazırlamışıq, növbəti gün tapşırıq ola bilər. Gecə gəldi ki, Cəbrayıl istiqamətinə tapşırığa çıxırsınız. Tabor komandiri ərazi kəşfinə getdi, mən səhər tezdən taboru apardım təyin olmuş yerə. Orada qarşılıqlı əlaqə quruldu. Orada özünüzü necə hiss edirdiniz? İndi təkcə sizdə biraz məsuliyyət daha çoxdur da, siz zabitsiniz, komandirsiniz, böyük bir heyəti aparırsınız. Məsuliyyət orada bizim üzərimizdə çox böyük. Biz tapşırığa getməmişdən qabaq tapşırığı necə deyim, oynayırıq da, düşmən yerinə özümüzü qoyub oynayırıq. Bütün situasiyaları işləyirik orada. Amma nə qədər yaxşı planlasan, real tapşırıqda səhvlər olur. Yəni heç nə planladığın kimi getmir. Yəni çünki plandan kənar çox şeylər olur. Çünki real vəziyyətdə sən bilmirsən ki, sənin başına nə gələcək orada. Məsuliyyəti ona görə daşıyırıq ki, adam biraz həyəcanlı olur ki, bu qədər cəmaatın, şəxsiyyətin sən bir səhv planlamanda həyatın riskə atırsan da, kimsə şəhid ola bilər və yaxud da ki, əməliyyat uğursuzluqla tamamlana bilər. Ona görə biraz istər-istəməz insanda həyəcan olur. Amma çalışırıq ki, onu biruzə verməyək də. O da ki, döyüş başlayana qədər olur. O birinci güllə ki, atıldı, hər şey sıfırlanır. Belə deyim də, sən orada avtomatik artıq komanda vermirsən ki, filan kəs filan şey elə. Orada o qədər məşq keçmişik ki, biz təlim keçmişik. Bizdə artıq əzələ yaddaşıdır. Bunun üzərinə güllə gələndə, avtomatik düşmənlə rastlaşanda bilir ki, mən hansı taktikadan istifadə eləyəcəm, hansı formada düşmənə yaxınlaşacam və onu məhv eləyəcəm, avtomatik onu əzələ yaddaşına çevirib. Biz orada kiməsə deyim, bax, filan kəs, sənin həddin budur, gördün, hə, daha irəli, filan kəs, bax, budur. Özdə biz, necə deyim də, tabor komandiri, qərəcə rəsin, köməkçi, biz arxada heç vaxt olmuruq da. Tabor komandiri bir qrupdadır, qərəcə rəsi bir qrupdadır. Yəni, qrup komandiri gəncdir. Onun praktikası bizi qədər yoxdur. Biz özümüz o qrupda oluruq, qrupu özümüz idarə edirik, qrup komandirinlə bərabər. Elə vəziyyət olur ki, qrup komandiri orada qərar verməyə çətinlik çəkir. Biz orada avtomatik ona mündə, orada da bir dəqiqə, saniyə deyir, bir saniyənin öz hökmü var, gecikmək olmaz da, yəni qərarda. Ona görə biz də onlarla bir yerdə, qrupla bir yerdə döyüşürük. Nə olsun qərəcə rəsi? Əslində qərəcə rəsi arxada olmalıdır, atəş dəstəyi idarə edilməlidir, amma bizdə o şey yoxdur. Həm də əskər də, gizir də, zabit də görəndə ki, mənim də komandirim mənimlə çiyin-çiyinədir, biraz daha ürəkli olur, daha arxain olur. Deyir ki, biz buradan girdiksə buranı alacaq. Bizim orada gəldi ön xəttə, bizə tapşırıq qoyuldu ki, biz Lələtəpənin sol tərəfindən yarma eləyəcəyik. Qarşıda bizim hələ bir, indi Cəbrayıla xoş gəlmişsiniz znak var da, Füzuldə yaxşı yol, belə bir şey, həmin girişdə. Düz həmin yerə yaxın bir yer deyilmiş, orada da kirpiləri qoyublar yolun üzərinə. Tabor komandiri qərarı qəbul elədi ki, mən maşınla keçəcəm, ön xətti maşınla yaracam. Deyirlər ki, maşın vurulacaq. Əslində qalarsa, tabor komandiri çox düzgün qərar qəbul elədi orada. Erməni yüksəklikdədir, biz açıq ərazidə. Biz buradan oraya gedənə qədər artilleriya bizi yoracaqlar. Vurulma şansımız yenə də çoxdur. Vurulmadır da, onsu vuracaqlar. Dedi ki, mən Kamazla keçəcəm. Birinci Kamaz bu, ikinci Kamaz bu. Mindik kalana, Allah Məhəmmədi, yali, kirpiləri götürürlər, sürdük. Kamazlar bəlkə də istehsal onlarla o sürətlə getməmişdir. Yəni, elə bir sürətlə gedirik. Orada Cəbrayıla gedənlər olsa görər, o dağın başında kameralar var, 3 dənə dirəklər var, kamera.
Ermənilərdən Bəli, ermənilərdən qalan. O postda birinci biz girmişik. Bunlar bizə atırlar, vura bilmirlər maşınları. Maşını saldıq yarğana, yoldan atdıq. Saldıq yarğana, düşən kimi tabor komandiri mənə deyir ki, sən basqın elə posta. Birinci qrupla mən qalxdım. İndi xidmətdə də adını çəkməyəcəm həmin zabitin. Onun qrupu ilə basqın elədim həmin şeyə, Səngərə. Səngərə basqın idi. Erməni, demək ki, 5-6 nəfər erməni vardı. Qırdıq, yoxa çıxdılar elə. Demək ki, yox idi. Sağ tərəfimizdə qarşılıqlı əlaqədə dost bölmələr vardı. Siqnallaşdıq, hər şey qaydasındadır. Bizə bələdçi verdilər, düşmənin istiqamətini göstərmək üçün. Yəni, biz həmin ərazini tanımırıq. Bələdçi bizə orada istiqamətdə apardı. Biz avtomatik orada bunların bərkidilmiş yolları vardı. O bələdçi kimdir ki, necə olanı tanıyır? Həmin hansı ki briqadanın ərazisindən tapşırıq icra edirik, həmin briqadanın zabitlərini, ərazini tanıyan zabitlərin nə olur ki, əsas birinci istiqamətdədir, erməni ikinci eşelonu göstərsin ki, bu istiqamətdədir düşmən. Başqa istiqamətə getmə, mövqeyin göstər. O birinci mövqeyə ki, girdinsə, ondan sonra istiqaməti sən özün bilirsən. Əsas o düşmən hər yerdə düşmən olmur ki, birinci, ikinci eşelonda otur da. Sənə lazımdır ki, bunun əsas müqavimət nöqtəsi hardadır, onu biləsən. Çünki bunlar əvvəlcədən həmin ərazinin xəritəsini işləyirlər, bilir. Biz sadəcə olaraq ümumi ərazinin xəritəsini götürürük. Koordinat verilir, həmin koordinata gedirik, orada düşməni məhv edirik bu qaydada. Həmin istiqaməti göstərdi bizə, biz həmin istiqamətdə hərəkətimizi davam elətdirdik. Həmin vaxtı düşmən pilotsuzla müşahidə aparırdı. Artilleriyanın atda düşdü bizim ehtiyat qrupunun ortasına. Hələ yüngül atışma olub da bir post götürmüşük. Ehtiyata vurdular, 4 nəfər şəhid oldu, 14 nəfər yaralandı. Bir nəfər əskərimiz vardı, qumbara onun sinəsində partlamışdı, qəlbə düz sinəsinə dəymişdi. Sinəsində partladı, amma yenə də bu şəxsiyyət arasında heç bir ruh düşkünlüyü yaratmadı da, yəni Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amma heyətin arasında şey yoxdur da, yəni irəli. Orada ikinci eşelonu yardıq biz, artıq götürdük də, erməni geri çəkilməyə məcbur elədi. Gəldik, orada bizim bir bölməmiz qabaqcadan həm istiqamətdə döyüş tapşırığı yetirdi. Vətən müharibəsi qəhrəmanı Səfəri Gündüz, Allah ona canı sağ eləsin. Bir nəfər də Vətən müharibəsi qəhrəmanı, Allah rəhmət etsin, Cəfər Ramiz var idi. Onlarla orada gəldi, görüşdük, artıq mövqelərə götürmüşük, birləşmişik, növbəti tapşırıqları gözləyirik. Biz orada dayanmışıq, mövqeylənmişik, həm istirahət edirik, həm təchizatımızı, sursatımızı doldururuq. Gördük ki, 3 dənə satko gəldi, müşahidə edirik. 3 satko gəldi, baxdıq ki, bu minatan bateriyadır, 82. Bunlar bilmir artıq biz buradayıq. Biz də aldığımız mövqelərdə heç vaxt oturmuruq. Çünki aldığımız mövqelerin koordinatı düşməndə var. Bəli. Biz ona görə yerləşməli, başqa əlverişli mövqelərdə mövqelənirik və döyüş var. Çünki düşmən bilir ki, bu koordinatda bunun postu vardı, biz buraya girmişik, həmin postu artilleriyanla vurur. Biz də alıcı mövqelərdə ehtiyat mövqeyə çəkilir, burada nə qədər vursun, biz orada deyilik. Orada gördük ki, bunlar minatanların quraşdırmaq istəyirlər. Həmin zabitə, adını çəkmədiyim xidmətdə olan zabitə soruşdum, neçə dəqiqə vura bilərsən onları? Dedi, 20 dəqiqə. Dedim, 15 dəqiqə vaxtım var, vur. 2-3 nəfər gizir götürdü, 7-8 nəfər də əskər, bir qrup yaratdı, özü başda olmaqla, qummar atanları götürdülər, getdilər. 10 dəqiqə çəkməmişdi, bütün heyətlə bir yerdə, maşınlar bir yerdə qummar atanlarla vurdular, hamını öldürdülər, orada düşməni məhv elədilər, qayıtdılar dala. Sizdən nə qədər məsafə var? Məsafə var idi, haradasa bir 300 metr zad məsafə. Sadəcə olaraq biz aldığımız mövqedə, digər mövqedə oturduğumuza görə, onlar gəlib həmin yerdə yerləşib, biz aldığımız mövqedə bizi vurmaq istəyirdilər. Ova gəlmişdilər, özləri ova çevrildilər də, yəni belə deyək. Biz oradan sonra bizi başqa istiqamətə yönləndirdilər. Bu digər hissə, Cəbrayıl istiqamətinə gedib, bizə koordinat verirlər Füzuli istiqamətinə. Orada məlumata əsasən deyilmiş ki, orada Suriyadan, Livandan erməni əsilli terroristlər gətirilib. Onların yerini aşkar edib, məhv eləmək lazım idi. Onlar da yerləşdirilmişlər Füzuli ərazisində. Onlar.
Elə bir bizi ora ona görə cəlb elədilər ki, onlar elə bir mövqedə yerləşmişdilər ki, bizim bölmələr 2-ci eşelonu yarır Füzuli istiqamətində, çıxır açıq əraziyə. Açıq əraziyə çıxanda bunlar orada bizimkiləri salırlar puskuya. Yəni elə bir yer ki, düzənli də, heç nə görünmür də. 1 kilometr, 2 kilometr heç nə yoxdur, açıq ərazidir. Bunlar buraxıb orada bizi qıracaqlar, bizim heyəti. O da yuxarı komandanlığa məlumat verilmişdi səhvimizdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ki, həmin istiqamətdə bizi cəlb elədilər bir dəstəsi olaraq. Həmin istiqamətdə biz getdik, fəaliyyəti davam etdirdik və aşkar verilən koordinatda biz bunları aşkar elədik. Aşkar elədik, bunlar bizi gözləmir. Aslında 40-a yaxın terrorist var idi orada. Bütün təchizatla təmin olunmuşdu. Hər bir şeylə. Yəni biz məsəl üçün pulemyotun ehtiyat lüləsini gətirirsə, bunlarda pulemyotun ehtiyat lüləsinə ehtiyac yoxdur. Təzə pulemyot var. Yəni elə bir şeylərlə yemək, içmək, silah, hər bir şeylərini, yəni uzun müddətli döyüş aparmaq üçün hər bir şeyləri var. Hər bir növ təminatları var. Biz orada başqa istiqamətdən dəniz su təminatlarından qarşılaşdıq. Onların fəaliyyəti başqadır. Bunlar da Araz-Qırağı istiqamətində fəaliyyəti icra edirlər. Müəyyən hissə bərabər getdik, sonra biz ayrıldıq bunlardan. Ayrıldıq, gəldik orada Füzulinin mərkəzinə çatmaq bir üç yol deyilən bir yer var, Kuruq kimidir belə. Bura çatanda gördük ki, valın hələ bir val var da bir dənə. İstədik qaba qarşısından keçək. Proselə bizə dedilər ki, arxasından keçdi bunu. Arxasından keçdi, gördük ki, bunlar mövqeyləniblər burada. Xəbərləri də yoxdur. Xəbərləri yoxdur. Gündüz vaxtıdır, saat olar da 12, 1, belə. Səssiz bunların arxasına keçdi. Atışma düşəndə hələ bunlar tutuzura bilmir ki, ayırt eləmir ki, biz hardan bunlara güllə atıb, bu nədir? Bunları qırdıq burada. Nə bir nəfər yaralımız oldu, nə bir nəfər şəhidimiz oldu. Bunları qırdıq. Baxdıq, hamısı leş-leşə qoymuşuq, hamısı elə mövqelərində aylənmirlər bunlar özlərini. Hamısı da şeydir, Qrajdanskda. Onda bilirdik ki, Krasovkada zıtda gəzənlər terroristlər, ərazidə izlərindən bilirdik. Bu atışmaya bizə arxadan reaksiya gəldi. Arkada dağların üstünə görürük ki, qaynaşma düşdü orada ermənilər. Biz açıq ərazidəyik. Bunlar da şey eləyə bilmirlər. Artlı özə koordinator həmin yerin koordinatını çıxartdı, ötürdü BM21 briqadaya, özümüzə ötürdü də. İndi ki, bir dənə batareya yönləndirin. Bunlar başladılar bizi vurmağa. Minatanlarla başladılar bizi vurmağa. Açıq ərazi neynəmək? Ancaq növbəti koordinat veriblər. Cəbrayıl istiqamətində açıq ərazi döyüşə-döyüşə qaçırıq. Çünki atırlar bizə, qarşılarında mövqe edən postlar var. Çünki ərazi düz deyil də. Atışa gedirik bunlarla, amma qaçırıq. Sürətli bir şəkildə də, himayəli sırıqda belə deyək. Bir qrup qaçırıb, mövqeylənir, bizi dəstəkləyir, biz o qaydada bir-birimizi himayəli irəliyirik. Sanki koordinat çatandan sonra koordinatı ötürən kimi 3-4 dəqiqə vaxt gedir də, o üçün koordinatı alan, istiqamətə, atəşi, necə deyim, onlar da koordinat çıxartmalıdır, yönləndirməlidir. Vurdular, oranı vuran kimi artıq sakitləşmək düşdü. Biz rahat gəldik, çatdıq Cəbrayılın Şeybey kəndinə. Siz ayrılmışdınız o taborlarla? Biz taborlardan ayrılmışdıq. Bizə ayrıca bizim dəstəyə ayrı tapşırıq verilmişdi. Onsuz da elə bir hərbi hissə taborlar yan-yana bir cınaqstan, bir xət kimi döyüş tapşırığını icra edir. Sadəcə olaraq bizə ayrıca tapşırıq verildi ki, həmin istiqamətdə bu elə bir əlavə tapşırıqdır da. Bu tapşırığı sizin dəstə, yaxın olan siz icra edin həmin istiqamətə. İcra edib qayıtdıq, gəldik Cəbrayılın Şeybey kəndinə çatdıq. Orada bizi tanklarla zadla gücləndirdi. Çünki qarşımız açıq ərazidir. Ərazi relyefinə görə düşmən bizdən üstündür. Yüksəklərdə mövqe qurublar. Bütün əraziləri işləyiblər, əkiblər, əkin sahəsi kimi seviblər. Hərəkət eləmək olmur. Bütün mövqelərdə qazıblar. Gecə Cəbrayılın Şeybey kəndindən başladıq Cəbrayıl istiqamətinə hərəkətə. Məqsəd Cəbrayilə çatmaqdır. Hərəkət edirdik. Hava düşüb, qaranlıq düşüb, ay yox, bir şey yox, zülmət qaranlıqda, yəni müşahidə də eləmək olmur. Gəldik yenə də erməni bu vallar bizi bezdirib artıq. Biz də Kəlbəcərdən gələndə kəndirlərə zət təhvil etmişik, düşmək olmur da, yəni elə dərinliyində qazıblar ki, düşdün çıxa bilməzsən. Bunlar elə mövqe qurublar ki, məcbur eləyirlər ki, sən bunların mövqeyin qarşısından keçəsən. Elə bir taktika qurublar. Sən məcbur bunların qarşısından keçəsən. Dazoru buraxdıq qabağa, praktika bunu tələb edir də. Dazor qabaqda gedir. Birdən
Çıxdı əlaqəçi, qarşıda hərəkət var. Dazor. Hərəkət var. Biraz da davam elədi, müşahidə apara-apara hərəkət davam edir. Bunlar bizə parol verdilər. Bizim parolu. Biz də bunlara cavab parolu verdik. Dazor qarşıdan çıxır ki, komandir, bu nəsə bizə oxşamır da, yəni bizdən qarşıda bölmə yoxdur, amma nəsə. Dedi, ehtiyat parolu ver. Ehtiyat parolu veren kimi atışma düşdü. Atışma düşdü. Bunlar indi Dazoru görüblər. İndi ona şeylir. Nə bilsin ki, arxada bir tabor var. Bunları ayparıya aldıq öz taktikamızla. Vurduq, çıxartdıq səngərdən. Orada adını çəkməyəcəyim o qrup komandiri, bir də Allah rəhmət eləsin, baş leytenant Abdullah İbrahim var idi, onun qrupu. Baskın ilə də orada erməni mövqedə olan heyətin qırdılar orada. Qaçan da qaçdı da Araz qırağında. Onun dalıcan gecə zülmət vaxtı düşmək olmaz. 3 maşın heyət orada məhv eləmişdi. Qaçanı qaçmışdı, leşə qoymuşdu da orada. İndi orada yaralımız zadımız oldu bizim də. Şəhidimiz yox idi. Şəhid digər dəstədən olmuşdu bir nəfər. Onları da elə düşmənin öz maşınların üstünə şanlı çirəkli bayrağımızı taxdıq. Səhər havasının üzünü ərazi tələlərlə dolu idiyəndə biz hərəkəti saxladıq, gecə hərəkət eləmədik. Çünki biz məqsədimizə nail olmaqdan ötürü məhdud görmə şəraitlərdə maksimum dərəcədə yaxınlaşırdıq ki, gündüz vaxtı yaxınlaşmamalıdır. Gördüyü alınmır. Şəxsiyyət də döyüşüb, yaralı var, döyüş gedib, təzədən təchizatlanmaq lazımdır. Ona görə səhərin açılmağını gözlədik. Yaralılarımızı, şəhidimizi qoyduq həmin düşmənin maşınlarına, gələn öz təminatımızla göndərdi, həmin maşınlarına göndərdi özlərimizə. Hərəkətə təzə başlamışdıq, bir dənə uvaz gəldi. Ermənin alay komandirinin uvazı. Bu maşını atdıq puskunu. Bu puskuya saldıq. Bunu Abdullah, Allah rəhmət eləsin, şəhid Abdullah İbrahimin qrupu saldı puskuya. Hələ onun içindən şoferi düşüb qaçırdı. Yaralı vəziyyətdə düşüb qaçırdı. Maşın sürətdə gedir, vurdular, getdi. Maşını da vurdu, içindən bir əskərimiz, bu bizim əskərə halaldır. Ümumiyyətlə, Azərbaycan əskərə halaldır. Əskər düşüb bunun dağıcan qaçır. Deyir, hara qaçsın, deyir, vuracam onu, qaçmasın. Düşüb yarğana ki, vurum onu. Onu orada vurdu əskər. Onsuz da heç yerə qaça bilməyəcək, sağda solda bölümü, hara qaçsa bizim qabağımıza gəlib düşəcəkdi. Vurdu, onu qoymadı. Qrup komandiri gətirdi, içində alay komandirinin məxfi çantası, içində 3 dənə çəkilmiş hazır xəritə, halbuki bizim rayonlarda hərbi hissələrin, nə bilim, yerləşmə yerləri, mövqeylərimizin yeri, bunların halbuki harda yerləşiblər mövqeyləri, atəş mövqeyləri, hər bir şey. Ondan da əsas, necə edim, qənimətimiz alayın əsas və ehtiyat danışıq cədvəli bizim əlimizdədir. Biz onu öz bölməmizə gələn təminatla götürdük. Bu bizim ən bəli, əlbəttə ki, lazımdır. Bizim rabitəçilər yuxarı komandanlığın göstərişində onun tezliyinə girib onun danışığını da qulaq asa bilər və məlumatları da əldə edə bilərlər. Hər bir şey, rabitələri qabağımıza, xəritə qabağımıza, hər bir şey. Bu bizim üçün uğurdur. Təhvil verdi, biz yenə də hücum fəaliyyətimizi davam elətdirdik. Artıq elə bir Cəbrailə yaxınlaşmışıq, 4-5 kilometrindəyik Cəbrail rayonunun. Artıq o dost bölmələrimizi də görürük, digər taborları da görürük ki, sağ-sol cinahlardayıq da hamımız. Mühasirəyə alıb girməliyik ora. Bizə kəşfiyyat məlumat verilməmiş ki, bizim qarşımızda alay var. Yəni, biz alayın Daşkəsən kəndində artilleriya briqadasının olduğunu bilirik. Düşmənin Daşkəsən kəndində bir də art briqadası, onu bilirik. Amma bilmirik ki, Cəbrayıl şəhərinin girişində bunların 6-cı əlahiddə atıcı alayı var. Tank taborundan gücləndirmiş, onu bilmirik. Düşmən artıq geri çəkilib, bütün, necə deyim, yüksəkliklərə, hakim yüksəkliklərə, pulemyot və snayperləri yerləşdiriblər. Biz yaxınlaşmaq istəyirik, ərazidə çox açıq ərazidir də, yəni hərəkət eləmək olmur. Snayper atır, pulemyotla atır, qoymurlar getməyə. Tabor komandiri, mən, mavinlər, bir heyət qarşıda gedirdi. Elə bir snayperlə atdılar ki bizə, şəxsiyyət də bizim arxadadır, biz yüksəkliyə çıxıb əslində qalarsa, müşahidə aparmaq istəyirik ki, dağın o biri tərəfində ərazi relyefini görək ki, qrupları həmin istiqamətə yerləşdirək. Hərəkətin həmin istiqamətə davam eləsinlər. Elə qalxmağımızla bu snayper bizi vurdu. Bizi hələ bir elə şeylədir ki, yanımıza daşa dəydi də, bizi dəstəndən ayırdı. Nə biz dəstəni keçirə bilirik,
nə dəstənin yanına qayıda bilirik. Snayperə komanda verdi tabor komandiri ki, aştır elə vur bunu. Bizim də snayperlər, o dəstənin snayperləri, qrupun snayperlərinə fərqli olaraq iri çaplı snayper, OSV-lərləndir. Müşahidə apardı, cütləşmiş çıxartmışıq da snayperi. Müşahidə apardı, dedi ki, aşkar elədim. İkisi də atdı, 1-2 atdı, dedi ki, komandir çatmır. Bunlarda elə bir snayperdir ki, həmin snayperlərin satışı Azərbaycan silahlı, Azərbaycana qadağandır. Bu snayperlərdə o erməni, o kino aktyoru var, bir dənə Hollywood ulduzu. O bir dəfə də şey eləmişdi, Qarabağda gətirib snayper tüfənglərin şeyini keçirmişdi. Axırda da Ermənistan ordusuna bəli bağışlayıb getmişdi. Həmin snayper tüfəng 14-15 çapında snayper tüfənglərdir. Bir də onda görür ki, bizim snayperi vurdu. Bəxtə, qurban olum Allaha, snayper heç nə oldu. Düz kaskasının arxasından dəymişdi buradan. Hava şarı nə cür asılıb? Elintinə bir asılıb, kürəyində lapatkanı da deşib. Snayper ağarıb, belə mövqedə snayper qoydu, sürüşdülər aşağı. Çıxdıq əlaqə bir şey olmadı, dedi, yox, sağam, amma vurdu da məni. Snayperlər qalıb mövqedə də, iri OSV də ağırdı, onu çəkəmir. Düşüb aşağı mövqedə gözləyir, təhlükəsi. O kinolarda göstərirlər, qaçırsan sağ, sol, ayağının altına gedib. Bir-bir elentinə qaçmışıq, pulamyot bir tərəfindən, snayper bir tərəfindən vurur bizi. Ayağımızın yanına dəyir, başımızın üstündən gedir. Qaçdıq, çatdıq dəstənin yanına. Dəstənin yanına çatdıq, baxdıq hər şey qaydasındadır. Bildik ki, bunlar uzaq məsafədən yanıb da. OSV məsələsində 2500 metr rahat vurur. Yəni OSV-nin gülləsi ona çatmırsa, o atır bizdən də bir 300-400 metr arxada gəlib torpağa dəyir. Bunu vurmaq olmur da. Su şaşkalarını atdıq, silahlarımızı götürdük oradan, başqa istiqamətdən hərəkətimizi davam eləmək istədik. Gördük ki, keçmək olmur. Bunlar konkret bilirlər biz hansı istiqamətdə, başladılar oranı artilleriyadan vurmağa. Fosfor mərmilərdən atırlar, ərazini yandırırlar. Qoymurlar hərəkət eləməyə. Yüksəkliyə də çıxa bilmirik, snayper pulamyot aman vermir. Yəni, əlimizdə də o şey yoxdur ki, həm istiqaməti neynəsə susturasan da. Arada bir fikirləşir ki, özümüzdə ehtimal edir, dirək gedək bəlkə baskın eləyə ora. O da deyir ki, biz oraya yaxınlaşana qədər kimisə vuracaq, yaralayacaq. Bu da bizim döyüş qabiliyyətimizi aşağı salacaq, olmaz. İndi özümüzdə fikirləşirik də. Bəlkə də şey olmayacaq, onu öldürə bilməyəcəksən, səni görüb qaçacaq, amma güc itkisi gedəcək də bizdən. Yağış da başlayıb bir tərəfdən yağmağa, hərəkət eləmək olmur. Leysan gedir də, hər şey elə bir əksimizə gedir. Duman gəldi, gecə saat haradasa 1-2 belə radələr olardı. Bunların yanından sıyrıldıq, keçdik. Sıyrıldıq, keçdik, gəldi bir dənə orada düşmənin, bir dənə mövqeyə rastlaşdıq. Yəni bir 360 dərəcəli dairəvi mövqedir. İçi beton pasinkalarla hazırlıqlı mövqedir, yəni düzəldilmişdi. Amma köhnə səngərdir. İlbiz formasında biz yerləşdik, tabor komandiri qarşısına. Birinci yoxladıq, ondan sonra şəxsiyyəti yerləşdirdik bura. Məlumat ötürdük, filan yerdə. Dedilər ki, çox irəli getmişsiniz. Gözləyin səhər dost bölmələrə təhvil verəcəksiniz. Artıq neçə gün döyüş fəaliyyətini davam elətdirsiniz, sizi dəyişəcəklər. Mən də öz mavinimlə götürdüm, keçdim arxa tərəfə. Qarşı tərəfdə başda tabor komandiri idarəsindədir. Arxa tərəfdə yarğandır. Düşmənin birdən gəlmə ehtimalı olar. Şəxsiyyət də yorğundur. Bu da şəxsiyyətin də ola bilər ki, dincələndə yuxu apara bilər. Hamı düzü təminat var. Sadəcə olaraq biz vaxt edib o təminatdan yemək, içmək istifadə eləmirik. Ancaq su, sursat bu şeylərə götürüb irəliləyirik. Yəni yeməyə vaxt olmur. Yeməkdən çox yemək var, amma yeməyə vaxt olmur. Çünki şey eləmək olmur. Dedi, onlar yorğunçu olar, şəxsiyyətlə kimsə yatar eləyər də. Yaxınlaşdıq, dediyim arxa tərəfdən biz mavinim var. Mən həm qəhrəman qardaşımdır, zabit yoldaşımdır. Məmmədov Elvin, Allah ona can sağlığı versin. Laçın döyüşlərində də ağzından yaralanmışdı. 4 gün orada yaralı qalıb. Allah onu var eləsin, əlbəttə. İnşallah. O bizim qəhrəmanımızdır. Ondan da müsahibə alarıq. Bəli. Onunla keçdik, oturduq arxada. Mən dedim ki, silahımı qoydum bunun yanına. Dedim, biraz gedim qabağa, külək tutmayan yeri varsa, orada da suyun içində. Orada bir yaxşı mövqeyi varsa, orada dayanıq. Gəldim, baxdım ki, səngərin elə bir 360 dərəcə dairənin yanında bir dənə çıxıntı kimi də vınız kimi deyək də, belə bir çıxıntı var. Orada 4-ün 4-ə kimi beləncə bir yer var, 4-ün 5-ə var, beləncə yer qazılıb. İçində də lapatka var, bel.
Biraz sevindim, dedim götürək, təmizləyək buranı, quru yerdə oturaq da. Öyle beli götürdüm, taxtalar da vardı yerdə. Gördüm ki, ayağımın altında nəsə çıxır. Daha mən yeraltı sığınacaq imiş, mən də durmuşam onun üstündə. Giriblər onu, yatıblar. Üstümdə silah yox, bir şey, əl qumbarasını ata bilmirəm. Çünki bizə elə ani təsirdən partlayan əl qumbaralardır. Yəni atsam özümü də tutacaq. Özümü itirmədim, göz yaşarıcı çəkdim, attım içəri. Bu partlayış oldu. Küləkdə var. Tüstüsü bastı bizim üstlərimizə. Mən səngərin üstünə çıxana qədər Elvin buna qabaqdan, bir də o adını çəkmədiyim o xidmətdə olan zabitimiz qarşıdan buna atdılar güllə. Yəni tüstü, bunlar görmürlər o hardadır. Mən səngərin üstünə çıxdım. Səngərin üstünə baxdım ki, bu əlin qaldırıb qarşıda olan yalvarır rus dilində deyir ki, məni öldürməyin. Elvinə yoxsa o? O bilmir. Bu tüstüdür, göz yaşarıcı. Bizimkilər də yaxınlaşa bilmir oraya ki, gəl əleyhqaz taxsınlar. Rus deyir havaya. Bu üzün çevirib, mən keçmişəm bunun arxasındayım. Bu məni görmür. Mən durmuşam bunların başının üstündə. O birisi da, yəni bu düşmən ki, düşməndir, o xislətini bildirməlidir. Qapıdan çıxıb söykənib səngərin küncünə nişan alıb. Qabağı çıxan olsa vuracaq, bura kim girsə vuranır. Birinci o əlin qaldıranı vurdum. Birinci onu attım. Silahı götürdünüz? Silahımı götürdüm, çıxdım səngərin üstünə. Aramızda 5-6 metr məsafə var da, belə o səngərin. Bunu vurdum səngərin, birincini vurdum. Bu silahını bizi necə vurmuşam? Bu mənə çevriləndə bunu başından vurdum. Üzümə baxan kimi vurdum da, alnının ortasından vurdum bunu. Elə bir içimdə bir yanğı hissi var ki, özümdən bir ixtiyara. 30 dənə güllə vurdum o silahla durana. Durmuşam baş üstündə vururam, ancaq buna vururam. Yəni, bunu yalvarır o bizə ki, məni öldürmə. İndi mən olmayım, digər hər hansı bir adam çıxacaq onun qabağına bunu götürmə, o arxadan onu vuracaq. Özlərini atacaqlar uçurumdan və gəlin etapda nə oldu? Komata çıxdım dəstə komandirinə ki, burada düşmən var, yəni belə bir hal oldu. Mən onları vurmuşam, biz yer dəyişmə eləydik, güllə atmışıq burada. Düzdür, çıxırıq. 5 dəqiqə çəkmədi, artıq hərəkətə başladıq. Biz orada qarşımıza yolçu da hava dumanlıdır. Biz necə, duman, parça dumandır, gəlir, gedir, amma sıx duman kimi gəlir də görmək olmur. Yolu hələ bir səngərdən çıxdı, 20-30 metr getmişdi, bir dənə yol gedir qarşımızdan. Yolu keçdi, birinci qrup keçdi, 2 keçdi, 3 keçəndə 2 dənə kamaz, 2 dənə kamaz gəldi. Tabar komandirinə kombat qarşıdadır, mən ortada gəlirəm. Dedim ki, oturaq təcili pusquya. Yəni, bunlar bizi görsə, bizim halımız yaman olacaq. Bunlar bizi görməmiş, biz bunları maşını vuraq. Maşını vuraq, qoymayaq da tökülsünlər bunları. Ondan sonra mitlilərini atarıq da, bunları öldürəcəyimiz. Belə oldu ki, kamazlar bizə 50 metr, 40 metr qalmış, belə bir duman gəldi, bağladı, bunlar döndülər, getdilər. Biz yenə də narahatçılığımız var, həyəcanlıyıq, bilmirik, bunlar hara getdi, nədir bu. Amma ərazidə düşməndən məlumatımız yoxdur. Solumuzda erməni qəsəbəsi var bir dənə, qarşımızda erməninin alayı var, ondan məlumatımız yoxdur. Yəni, ərazi elə bir pis vəziyyətdir ki, yəni, onların da bizdən xəbəri yoxdur. Çünki müşahidə eləmək qeyri-mümkün, heç bir gecə görüş göstərmir. Dumanlı, ay yox, bir şey yox, duman, heç bir gecə görüş göstərmir. İndi biz də bütün gecə görüşdə, bütün günü gözə taxıb gedə bilmirsən, o anda batareya çatdırmır. Gəldi, düşdü, Cəbrayılın girişində vuşqalar var, düz onun qarşısındayıq. Fırlandıq o karyerin arasından, vuşqalar, həmin ərazidə kimlər varsa, vuşqaların arxasından keçdik belə. Keçəndə gördük, orada torpaq yolda, üstündə bir dənə tank var. Biz birinci onun cığırını görmüşdük, izin. Baxdıq ki, buradan təzə keçib, belə bir yağış yağan yerdir, tank keçib, təzə torpağın izi qaldı da. Ona görə ehtiyatımızı tutmuşduq. Gəldi, dedi, ehtiyat qrup, sən qal bunun yanında, tankı yoxladıq, lüklar bağlı, heç nə. Dedi, onsa səhər bizi dəyişirlər, bu bizim qənimətimizdir də. Yəni, hərəkət eləsə vurun. Vurmadı, qənimətli götürür bunu. Biz özümüz də əlverişli yarğanın arasında yerləşdik. Qruplardan müşahidələr çıxartdıq. Heç nə görmək olmur. Müşahidə bilsiniz, erməninin üzbəz durublar, bir-birimizdən xəbərimiz olur. Dağın o bir tərəfində ermənidir, bu bir tərəfində biz. Müşahidədə yuxarıdadır, onlarınki də bizimki də. Yəni, elə bir məsələdə görə bilmirik də bir-birimizi. Biraz ərazidə
hava səhərə yoxdur da, saat artısa 6 saat belənçin olar. Gördük ki, yemək zad var burada. Erməni spalimi şoku var, nə bilim, veşmi şok var, plaş çadır var, nə bilim, yemək, su zad, belə bir şeylər var. Normal mövqelərdə də rastlaşmışıq da belə bir şey. Biraz da keçdi, müşahidədən məlumat gəldi ki, burada 4 dənə tank var. Hava işıqlaşır deyən, duman da biraz seyrəlir. Burada 4 dənə tank var. Ha, müşahidə elə. 4 tank oldu, 7 tank. Komandir, burada əskər var. Erməni var burada. Neçə dənə? 7 dənə, 10 dənə. Dedik, qruplar, tabar komandirindən qərarlaşdırır ki, neyniyək? Tabar komandiri ki, vıraq bunlar. Bunlar yatıblar, bunların bizdən xəbəri yoxdur. Bunlara baskın eləmək lazımdır. Sağ-sol qrupları, biz burada olan heyəti bilmirik. Yenə də bilmirik ki, qabağımızdakı alaydı. Harsı 400-450 nəfər rahat şəxsiyyəti var. Tank taborundan da gücləndirilib. Biz də 120-130 nəfər adamıq da. Belə 10 atəş dəstəyi var, sanitarı var, təminatı var. Bir də ki, sırf döyüşən bölmədə toplarlasın, 90 nəfər zad var, beləncə adam var. Qrupları yerləşdirdik. Erməni durub tankın yanında 100 metr ara məsafəmiz var. Bizə baxır. Əlin qoyub belinə, dayanıb belincə baxır bizə. Tuta bilmir ki, biz kimik? Bunlar bizi qabaqdan gözlə, biz bunların arxasındayıq. Mənə onda aydın oldu ki, bizim vurduğumuz alayın müşahidəsilərini, bunların müşahidəsini qoyublar qabağa, bunlar da yatıblar. Biz də bunları vurmuşuq. O dərədə öldürdünüz. Bəli, onlar müşahidəçiymiş, qabağı çıxardılmışlar ki, gələn olsa xəbər elə. Onlardan xəbər yox, biz də onları göndərmişik o dünyaya. Keçmişik, xəbərlər yox. Dayanıb əlini belə, biz də Spike-ı quraşdırırıq. Orada digər döyüşlərdə şəhid oldu, Cavadlı Nemət var idi. Allah rəhmət. Allah ona rəhmət eləsin. O Spike-ın komandiri idi. O Kəlbəcərdə, hələ döyüşün gedişatında çox tanklar vurdu da, texnika düşmənin xeyli sayda texnikalarını vurmuşdu, tanklarını vurmuşdu. Adam hələ bir Spike-ın snayperi idi də, yəni belə. O gördüyü tank yeriməyəcək də, elə bir şey. Bu da Spike-ı quraşdırır. Qruplar mövqeyə yaxınlaşanda biz kombat dedi ki, vur. Tankı vurduq, yanındakı da yoxa çıxdı avtomatikdə. Gör necə ki, o tankı elə bir vurmuşduq. O tankın, mən sonra çəkişə getmişdim Cəbrayıla bir ildən sonra. Həmin tankın gülləsi ilə katoku dağın o biri tərəfində idi. Motor zat heç nə yoxdu, tankın bir tərəfi yox idi. Yəni o vəziyyətə salmışdı onu. Döyüş başladı, biz irəlilədik. Mən orada Allah rəhmət eləsin, rəhmətli Abdullah İbrahimin qrupu ilə girdim döyüşə. Biz girdiyimiz istiqamət elə bir koridor kimi idi də. Bütün atışlar üzərimizə gəldi. Bütün atışlar üzərimizə gəldi. O, yenə də biz onlara nisbətən, digər qruplar yerləşmişdi mövqelərə. Biz o 4-cü qrupla, Abdullah İbrahimin qrupu ilə biz yarğanda qalmışdıq. Niyə? Çünki Spike-ı quraşdırırdıq. Düşmən bizi görürdü deyənə biz hərəkət eləmirdik. Yəni olmasa biz də gedib yaxınlaşa bilərdik. O gördüyünə görə biz şey eləyə bilmədik. Döyüşə mövqeyə qalxırıq. Ara məsafəmiz 15-20 metr, bu məsafədə döyüşürük düşmənlə. Bir nəfər əskərimizi vurdular. Elə bir diz üstə, təchizat ağırdır, həm də döyüşəndə diz üstündə döyüşürük. Bu aşıb başı üstündə. Fikrim, aramız olar da 2 metr, 3 metr belə məsafətdə. Fikrimdə odur ki, atışatı yaxınlaşın buna, bunu tutum, uzadım yerə də, buna ikinci güllə dəyməsin. Bəlkə sağdır, mən ona orada yardım göstərə bilmərəm də. Çünki döyüş elə bir vəziyyətdir ki, bu yardımlıq yer deyil bura. Üzbəüz döyüşdür. Qaçışır ermənilər mövqedə, tanklar xotlayırlar oradan, bizim uşaqlar vurur, tankın birini orada vurur, biri burada vurur. Yəni, elə bir situasiyadır ki, mən bu vaxta qədər elə bir şey görməmişəm. Mən inandırıram ki, elə bir şey heç kimdə görməyib. Cəbrayıl döyüşləri, ən ağır döyüşün gedən yeri Cəbrayıl olub. Həm ərazi şəraitinə verəndə, şəhidlərin ən çox olan yerdə Füzuli deyirlər, amma ən ağır döyüşlər Cəbrayılda gedir. Çünki birinci ilk alınan rayonda erməni müqaviməti orada qırılıb. Hələ bir Cəbrayıl alında açar rolu oynadı da ora. Ondan sonra Hadurdu aldılar, Füzulini aldılar. Əsas nöqtə oraydı. Buna yaxınlaşmaq elə istəyirdim, elə atdım ki, manevr eləm, gördüm ki, qabağımı güllələdim. Baxdım ki, qolum yoxdur. Belə eləyirəm, qolum yoxdur. İstəsəniz adamda şey yaranır da, psixoloji gərginlik yaşa, qolum hanı? Elə bir vəziyyətdir ki, mən nə geri çəkilə bilirəm, heç bir şey eləyə bilmirəm. Ancaq fikrimdə odur ki,
sağ qalmaq üçün düşmənin mövqeyinə düşmək lazımdır. Bir 15 metri də gedim düşün bunun səngərinə ki, özümü qoruya bilim də. Yəni ata o qardaşa kömək eləmirəm çünki öz əlim yoxdur. Ata davam elədim. Qarşıya gedəndə 2-3 addım atmışdım, mənə də vurdular yenə. Gördüm baş üstə yıxıldım belə, yıxılan kimi gördüm bədənim sıxılır. Hiss elədim ki, vurub, amma hardan dəydiyimi bilmirəm. Nəfəs ala bilmirəm, gücü toparladım özümdə, özümü atdım arxaya, yarğan kimi elə bir dərə kimi bir şey vardı. Onun üçün ki, güllə tutmasın, heç olmasa yerlə bərabər səviyyədə olum. Baxdım ki, qolum yanımdadır. Onu görəndə amma biraz rahatçılıq, təskinlik gəldi ki, qolum yanımdadır. Bir anlığına gördüm ki, heç nə eşitmirəm. Görürəm, amma eşitmirəm. Rəhmətli Abdullah İbrahim mənim yanımda şəhid olub. Aramız metr yarım məsafədə. Gördüm, o da baş üstə düşüb, elə ağzından qan gəlir, başının arxasından dəymişdi onda. Yeganə gözümün qabağında qalan şəxs odur. Özümdə, amma heç nə eşitmirəm də, görürəm, amma eşitmirəm. Tez-tez kəlmə işadət deyirəm. Deyirəm ki, hər halda ölmüşəm də. Nə ağrı hiss eləmirəm, nə heç bir şey hiss eləmirəm. Həyatda bəs anadan olana özümü elə rahat hiss eləməmişdim. Elə bir rahatçılıq gəlmişdi, yüngüllük gəlmişdi mənə. Amma İbrahim gözümün qabağındadır. Bunun mavini gəldi, adını çəkməyəcəm, xidmətdə də hal-hazırda. Kaskamı açdı, silahımı çıxartdı. Döyüş gedir də, heç kim yaxın dura bilmir. Atışırlar. Bir nəfər əlini atdı, məni çəksin ki, tutsun, çəksin. Buradan vurdular, qoluyun burasından dəydi, gəlib güllə boğazında burada dayanmışdı, mənlə yatırdı hospitalda da. Qurban ola, Allah saxlayan Allahdır da. Qalmışam orada. Bu gələndən sonra hiss elədim ki, ayıldım da, atışmanın səsini eşitdim, amma boğuluram. Bir dəqiq gördüm ki, deyir, dostlar gündə tanınar. Elvin mənə həm dostdur, həm qardaşdır. Mən canımı ona borcluyam. Son nəfəsimə qədər də ona borcluyam. Bir dənə gördüm ki, Elvin gəldi. Nədən bilib? Bizim 2 papağımız vardı. Dəstədə 2 nəfərdəydi. Biri on dedi, biri mən. Bu baxıb ki, tabor komandirindən soruşub ki, bir famili vurdular. Baxıb belə müşahidə aparıb, görür ki, qabaqda papaq budur. Qaçıb gəlmişdi ora, məni götürdü və orada sizin bir çəkişiniz var, orada bizim bir döyüşçümüz danışır. Orada bir kadrda deyir ki, çiynini atdı, qucağına götürdü, sürüdü. İndi deyirəm, indi onu bəziləri deyəcək ki, bu 1 saniyənin içində evlənmişəyi nəcür elədi. Amma realda həqiqətən də elə oldu. İsmail. Bəli, realda həqiqətən də o elə olub. Mənim özümün 70 kilo çəkim, üzərimdə də bir 30-40 kilo. 100 kilo eləyir, bir 100 kilo da bu adamın özü. Bu məni atdı çiyninə, Elvin. Döyüş gedir, güllə yağış kimi üstümüzə yağır, atırlar. Dəymir, dəyindi bizə. Atdı çiyini, 2 addım atdı, apara bilmədi. Dedi ki, yeri. Dedim, yeriyə bilmirəm. Qolumdan atdı boynuna, sürürdüm, elə bir qucağına götürdü. Gedəmirəm, yıxıldım yerə. Tutub ayağımdan sürüyür məni. Həmin vəziyyətdir, Allah haqqı. Nəfəs ala bilmirəm də. Qabırğa elə bir güllə dəyib qolumun altından, ağciyərimi dağıdıb. 3 dənə qabırğamı qırıb, qabırğanın biri yoxdur. Nəfəs alıram, buraxa bilmirəm, boğuluram. Konkret ölürəm. Elminə dedim ki, şeydir də, qoy da mən apara bilmirsən, nə olsun. Ölürəm, nə olsa sənə də vuracaqlar, qoy get. Mən onu heç vaxt elə görməmişəm də. O kinolarda zıqda görürlər. Həqiqətən o epizod gözümün qabağına gələndə mən gözüm yaşarır. Allah haqq əlimdən tutdu, sıxdı şeyə. Dedi ki, hara qoyuram səni? Qoyaram sən öləsən. Allaha and olsun. Ondan sonra heyət orada gəldi, kömək elədilər, məni aparıblar. Sanitar yardımı göstərir, eşidirəm, gözüm görmür. Sanitar yardımı göstərir, deyir ki, bağladım yarası. Deyir, praktika budur da. Deyir ki, onun yarası başqa yerdir, axtar. Məndə də güllə deşib keçməyib, içərdə qalıbdır, yəni 5:45 dəyib. Deşib keçməyəndə qan axma olmur. Çünki içərdə vakum var. Sən nəfəs alanda havanı soğurur. Nəfəsi buraxmaq istəyəndə buraxa bilmirsən, hava içərdə qalır, vakum yaranır, daxili qan axma verir, qan çölə çıxmır. Qan çıxmır, dedi, axtar, tap onu. Bu da dəyib mənim düz qolumun altından. Nə vaxtdan tapdı, o yaran susunu bağlayandan sonra biraz özümə gəldim. Necə özümə gəldim? Heç nə mən görmürəm. Müəyyən müddətdən sonra biraz huşum özümə gəldi, gördüm yenə sürüyür məni. Yenə sürürdüm ki, hardayıq. Dedi ki, biz çıxa bilmirik buradan. Biz alayla döyüşə girmişik də buradan. Öz yerimizi koordinatını vermişik, düşmənə vursun buranı.
biz çıxa bilmirik də, yəni variant yoxdur. Qoy bizi ilə bir yerdə onlar da vursun. Əslində biz onlarla tabor komandiri orada taktika işlətmişdi. Geri çəkilmənin özü bir taktikadır da, yəni döyüş növüdür. Biz onların mövqeyində koordinatını tapa bilmirik. Biz öz yerimizin koordinatını ötürdük onlara. Biz geri çəkilmə elədik. Biz geri çəkilmədik, onları çəkdi öz mövqeyimizə. Koordinat hara vermişdi? Vermişdi ora. Verən kimi artilleriyanı yönləndirdi ora. Sadəcə problem onda idi ki, məsafə yaxın olduğuna görə artilleriyanın atdığı mərmilər bizi də tuturdu. Düzdür, bizdən orada yaralanan olmadı həmin artilleriyanın atışında. O riskə getdi də tabor komandiri. Bəli, çox yaxın idi. 15-20 metr məsafədir. Biz geri çəkirik. Bunlar erməni elə sevindi ki, biz qorxduq, qaçırıq da biz buradan. Və onlar ummat ki, biz bunların öz yerimizin koordinatını vermişik artilleriya. Artilleriya vuran kimi təzədən bizimkilər əks hücum elədi. Mövqedən çıxardı bax bunlar. Mövqedən çıxardı. Biz orada döyüş edənə qədər Səfəri Gündüzün taboru gəldi, digər taborlar gəldi. Erməninin orada darmadağın elədi. Darmadağın. Onlar gələnə qədər biz onların xeyli tankın vurmuşduq orada. Hərəkət eləməyə aman verməz. O tanklar bizə demək olar ki, atəş asa bilmədi. Tankları orada o çəkəndə göstərdilər yolun qırağına nə qədər vurulmuş tanklar. Onların hamısını bizim heyət vurmuşdu, bizim əskərlərimiz vurmuşdu orada. Zabit gizlərimiz vurmuşdu orada. Bir dənə tankın olan hərəkət eləmək. Sadəcə olaraq şəxsiyyət gücü çoxdur. Necə deyim də, belə lülə gücü onlarda çox idi. Atış baskısını bizə çox verirdilər. Amma ona baxmayaraq, yenə də orada elədi, biz onlara üstün gəldi də. Orada bizim xeyli şəhidimiz oldu, ona yaxın şəhidimiz oldu, yaralarımız çox oldu. Sizi necə oradan? Məni elə orada şəhidlər, mən elə bir şəhid olmuşam. Orada gətirib qoyublar şəhidlərin arasına. Bilmirəm, orada dəbərmişəm ya nəsə səs çıxartmışam. Təzədən qoyublar yaralıların yanına. Orada yaralılarda mühafizəmizi də təşkil edənlər var da, yüngül yaralılardan qoyurlar ki, dağılıb eləyən ermənilərdən kimsə gəlsə döyüş apara bilsin. Sonra özü bizim təminatımız gəlmişdi. Onlar bizi təxliyə elədilər. Təxliyə olundum Füzuli Diaqnostika Mərkəzinə. Mənim onlar yadımda deyil. Bir şey yadımdadır ki, deyirdim ki, üşüyürəm, huşum özümə ara bir gəlir də. O da ki, bizim bir zabitimiz var, indi digər qurumda xidmətdədir. Adını çəkmirəm onda, Allah onda canını sağ eləsin. Münasibətimiz yaxşıdır. Onun səsini eşitdim ki, deyir, familiyam, səni nə günə qoyublar? Belə bir söz dedi. Amma yenə də çatdı özümdən. Dedim ki, üşüyürəm. Dedi, bunu qoyun maşına, təcili çatdırın. Pikapa qoyub gətirmişdilər. Füzuli Diaqnostika Mərkəzində əməliyyat olundu. Oradan Şirvana yola salırdılar. Hava dəydi bir çölə çıxarında ayıldım. Ad familiya soruşdular. Ona qədər heç nə yadımda deyirlər. Nə vaxt gəlmişəm, nə vaxt əməliyyat olmuşam. Gətirdilər Şirvana, xəstəxanada bir gecə qaldım. Daxili qanaxma verdi. Təcili qaldırdılar Bakıya, yeni klinikaya. Ora çatan kimi yenidən əməliyyat olundum ikinci dəfə. Ağciyərimin bir hissəsini götürdülər. 5.45 dəymişdi, yəni sağ aşağı hissəsini demək olar ki, yararsız vəziyyətə qoymuşdu. 3 qabırğamı qırmışdı, birinin də parasını elə bir salmışdı da. Elə ki, sol qolumda hərəkət məhdudluğu yaratdı, o elə bir sol tərəfli iflis keçirdim də, ümumiyyətlə, dərin parez oldu qolumda. Sonralar dövlət xətti ilə, ondan sonra digər özəl klinikalardan, dövlət hesabından təmənnasız bəzi həkimlər, sağ olsunlar, fizioterapiyadan yeganə doktor var, Allah onun canı sağ olsun, onun kollektivində də öz dərin minnətdarlığımı bilirəm. Nuranə xanım var, onlar çox köməklik göstərdilər də, yəni bizə can yandırdılar və müalicələrlə qolumun hərəkətini bərpa elədilər. Amma yenə də buna baxmayaraq, qolumda hərəkət məhdudluğu, gücsüzlüyü var. Mən də çalışıram ki, daim hazır olada, yəni ehtiyata buraxıldıq, o demək deyil ki, biz üçün döyüş bitib. Biz hər zaman döyüşə hazır olmalıyıq. Çünki bizim dövlətimizin düşmənləri bitmir. Hər an, necə deyim, hazırlıqlı olmaq lazımdır ki, əlimizdən gələni ən azından nəsə eləyə bilək də bu dövlət üçün, bu vətən üçün bundan sonra da. Yəni, bizim döyüş yolumuz qutarmayıb. Həqiqətən də o qədər gözəl danışdınız ki, bu döyüş yolunuzu həm həyəcanla, həm ruh yüksəkliyinə mən düşünürəm ki, siz elə döyüş meydanında da belə olmuşsunuz və sizin tabiçiliyinizdə olan əskərlərimiz də sizin bu
ruh yüksəkliyinizdən, bu qəhrəmanlığınızdan güc alıblar? Mən zabitlərim, gizirlərim, əskərlərim bu günləri onlar da vurğulayırlar. Mən onlara həmişə demişəm ki, həmişə mehriban olmaq lazımdır. Həmişə sözə qulaq asmaq lazımdır. Bir də döyüş hazırlığın, döyüş intizamını yüksək səviyyədə saxlamaq lazımdır. Kaşki olmasın. Sabah kim kimin qucağında çıxacaq, onu heç kim bilmir. Ona görə həmişə mehriban olmaq lazımdır. Dostuna, döyüşçü yoldaşına can yandırmaq lazımdır. Həqiqətən də bizim döyüşçülərdə bu döyüş əhval-ruhiyyəsi həmişə belə olur. Öz yoldaşına görə canın təhlükəyə atıb. Yəni, bu Baris nümunəsi, yəni, mənim tək oradan xilas eləmək üçün gör neçə nəfər orada zabitindən tutmuş, axırıncı əskərinə qədər özün riskə atıb, öz canın, öz həyatın. Bu həyat can insana bir dəfə verilir, ən şirin neymətdir, hər şeydən də önəmlidir. Amma mənə görə o canlarını təhlükəyə atıblar. Mən onların hər birisindən minnətdarlığımı bildirirəm. Mən də onlar üçün onu eləyərəm. Eləmişəm də, bundan da sonra eləyərəm. Bizi bu cürlə yetişdiriblər ki, bizim bir nəfərimiz belə düşmən əlində qala bilməz. Lazım gələcək, hamı şəhid olacaq orada, amma o ya hamı ölməlidir orada, bir nəfər orada qalmamalıdır. Ya da ki, o bir nəfəri oradan çıxartmalıdır. Bu psixologiyanı bizə yeridiblər və biz də bu ruhla böyümüşük və bizdən sonra gələnləri də bu əhval-ruhiyyədə, bu tərbiyədə yetişdirməyə çalışmışıq. Əgər mənə yetişdirməyə bacarmışsa, nə gözəl. Həqiqətən də elədir. Mən indiyə kimi eşitməmişəm ki, xüsusi təyinatlılardan əsir düşsün. Təbii ki, bizim istəməyərəkdən əsirlərimiz olub, amma xüsusi təyinatlılardan mən olmayıb. Nümunəsi aprel döyüşlərində idi. Rəhmətli cənab polkovnik Murad Mirzəyev, Azərbaycan milli qəhrəmanı, əsələ düşməmək üçün özün vurmuşdu orada. Sən tapanca ilə başından vurmuşdu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bizim qəhrəmanlarımız çoxdur. Yəni, bu günləri bilinməyən qəhrəmanlarımız yenə də çoxdur. Onlar da hər daim bu vətənin müdafiəsinə hazırdılar. Bundan da sonra son damla qanlarına qədər bu vətənin müdafiəsinə hazırdılar, içimən daxil. Bu sentyabr hadisələri olanda mən də, Kapitan Məmmədov Elvin də biz hərbi komissarlığı əl çəkmirdik də, qaynar xətə deyir ki, qardaş, sizin əlilliyiniz var, sizi aparmırlar. Biz deyirik ki, qardaş, imtina edirik də, ən azından mən orada sursat daşıya bilərəm. Ən azından mən gedib orada planlama eləyə bilərəm. Öz praktikamdan, öz bilik bacaracağımdan kimlərəsə, nəsə orada yol göstərə bilərəm, döyüşü idarə eləyə bilərəm. Əlimə silah tuta bilməsəm, əlim fiziki sağlamlığı ona şərait verməsə, ən azından bu istiqamətdə öz heyətimizə də zəng edir. Yer üzüdün, gələk, demək olmaz bunu. Bilirəm də, amma biz necədir? Gecəmiz, gündüzümüz yox idi. Mənim döyüş yoldaşlarım, mənim qardaş dedim, kürəyimi söykədim, insanlar orada döyüşürlər. Mən elə bilirəm ki, tikan üstündə otururam. Yəni, tək mən yox, mənim kimi digər yoldaşlar da o qaydada. Yəni, şükürlər olsun ki, ərazi bütövlüyümüzdə bərpa elədi, suverenliyimizdə bərpa elədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, xidmətdə olanlara da ki, bol uğur, güc-qüvvət versin Allah onlara.